Tanınmış aparıcı Vüsalə Əlizadə son qatıldığı məclislərin birində diqqəti üzərinə çəkməyi bacarıb. Publikas xəbər verir ki, həmişə stili ilə seçilən aparıcı bu dəfə izləyiciləri üçün maraqlı bir addım ataraq aksesuarlarının qiymətini və markalarını tək-tək açıqlayıb. Gəlin Vüsalənin lüks və kütləvi markaların birləşdirdiyi lookuna nəzər salaq. Onun çantası fransız dəvinin son illərdəki göz bəbəyi olan Jacquemus markasındandır. Çantanın qiyməti təxminən 1555 manatdır. O, klassikadan vazgeçməyən aparıcı Louis Vuitton kəmərinə üstünlük verib. Kəmərin qiyməti isə 1275 manatdır. Maraqlıdır ki, Vüsalə bahalı brendləri münasib qiymətli mango ilə kombinləyib. Onun ayaqqabılarının qiyməti isə 139 manatdır. Bayaq bunu göstərdim sizə. Bu balaca bir pomadadır. Heç bilmirəm bu hansı brenddən, amma rəngi o qədər gözəldir. Rahatlıqla bunu çantama atıram. Çünki balacadır, həm yer tutmur, həm də rəngi gözəldir. Nədəndir, heç bilmirəm ki. Neyse, tapıb indi göstərərəm. Mənə hədiyyə gəlmişdi desin. Təbii ki də vazgeçilməz dərmanların düzü heç içməmişəm, vaxtı keçib. Qaçım gedim tez içim. Da saçımı yığmaq üçün birdən dedim lazım olar balaca. Balaca bir zakulkamdır, bu mənim vazgeçilməzlərimdir. Bütün saçımı bu balaca cırtdancıqla yığa bilirəm, toparlaya bilirəm. Bütün saçımı bununla. Belə. Paltarım pardeydi. Onu da tam şəkildə görürsünüz. Bundan önceki videolarda. Belə.